Məşhur bir filosofa sual verirlər ki, insan həyatında ən zəhmətkeş əl hansı əldir? Filosof cavab verir ki, ən zəhmətkeş əl sağ əldir. Bir də soruşurlar ki, bəs əgər elədirsə, nəyə görə qızıl saat sol qolun biləyinə bağlanır? Qızıl üzük sol əlin barmağına taxılır. Filosof cavab verir ki, bu bir tali işidir. Allah sağ ələ zəhmət verib, sol ələ bəxt verib, qismət verib. Bəzən insanlar bəxtə, taleyə o qədər inanırlar ki, hətta öz günahlarını belə onun üstünə yıxırlar. Belə bir hədis var. Sevgili Peyğəmbərimizin yanına görüşə gələn bir ərəb dəvədən düşüb, onu başlı başına buraxıb məclisə daxil olur. Ulu Peyğəmbərimiz soruşur ki, o dəvəni niyə bağlamadın? Ərəb cavab verir ki, Allaha təvəkkül elədim. Sevgili Peyğəmbərimiz təkidlə deyir ki, get əvvəl dəvəni bağla, sonra Allaha təvəkkül elə. Yəni o deməkdir ki, insan gərək əzmli olsun, sonra təvəkkül eləsin.